Elə bilirəm hamısından fazladır. 11 şagird vardır. Xeyr. Nəyə görə sağlamadı? İndi 11-lərin bir də oraya getmə şansı onsuz da yoxdur ona görə. Amma bu uşaqların getmə şansı var. Bir nəfər Famil. 11-lərdən dedik. Hər kəs tamamı bilirəm, necə stikeriz. Mən əvvəl devam etmək istəmişsə, bugün bura gələndə 2 gün əvvəl var idi. Mən demişdik ki, sizlərin. Mən heç nə hazırlamamışdım. Adı neydi qardaşım? Şəhriyar. 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 Bəli. O dəqiqə bildiği için məşhur video blogerin varsa oldu. Məşhur video bloger separatı ağzına gəldi. Ona görə kimlər burada desəm video blogerin bir olmasın. Deməli, mən onu demək istədimsə, əvvəlcə heç nə hazırlamadım. Yəni, nəsə danışaram sizə, necə edəyərəm, falan, 2-3 bundan başlamayacaq. Heç nə hazırlamadım. Heç olmasa hazırlamadım, gələndə yolda hazırlayardım, onu da hazırlamadım. Mənə görə çünki necə danışaram sizə, elə bir əlasından qayışmışam, dostlarımız, yaxın qruba, öz məhrəm qruba necə danışaram sizə, necə oldu, necə olmadı, hamısını hissələ danışaram. Sizə bir nəfər gözüyle baxaramınıza, necə oldu, necə keçdi, mən istəyirəm danışım. Yəqin vaxtımız var, xeyli danışaram, necə oldu, necə olmadı, hamısını danışmaq istəmirsə. Deməli, gedik Xansa oktyabr ayına, keçən oktyabr ayına, məndən xəbərsi ev mənimə yazmışdı Asya. Qeyd biləm, İstanbulda məktəbdə iştirak edəcəksən, sizin yoldaşımla birlikdə. Getdik İstanbulda iştirak edəcək, bizim qabağımıza 50 dənə şifahi sual qoydular. Bir dənə daha yəqin iştirak edib, orada görüb 50 dənə şifahi sualdır. Bir də anket qoymuşdular. Bir də dedilər ki, ümumiyyətlə orada iştirak edən uşaqlar vardı. Bir də Füzuli Həsən, yəqin tanıyarsınız, bu gün 300 ballı, gimnaziya məktəbinin 300 ballı bu gün yıldı. Füzuli Həsən mənim dostumdur. Mən əlaçıya, onu birazdan deyərəm. Nə demək istəyəm sizə? Anket falan yəni, orada iştirak edənlərdən soruşmuşdum, oraya girməzdən var. Mən deyək əsas anket. Yəni, nə qədər çalışırsansa, anketə yol verirlər. Çünki onlar maraqlı uşaqlardır. Əgər məsələn, baxmışsınızsa, əlasıya, gündəlik baxırsınızsa, baxarsınız birinin kitablardan dəhşət başı çıxır, birinin gitara çalır, birinin soruşurlardan deyil, astronavt olmaq istəyənlərindən. Yəni, müxtəlif mövqeydə olan uşaqlara çalışırlar da. Yoxsa, əgər robot kimisən, oxuyarsan, gedərsən, orada özünü yavaş edərsən, o lazım deyil. Yəni, onlar aktiv uşaqlarlar. Mən anketdə fərqli olaraq nə yazmışdım? Məsələn, yazdım, orada suallar soruldu, biriniz nə idi, yəni, qeyri mən konuşdurursunuz, bu vaxtınızı keçirsiniz falan filan. Onları yazdım, hətta biraz orada artıq da yazdım, çünki benim hər yetim aldı. Məsələn, yox, social hobiləriniz də nədir, yazdım, film izləmək, kitabı oxumaq da mübarək, o onları yazdım. Hətta biz oraya gələndə bizə birinci onu soruşdular ki, sən gedəcəksən, sən də soruşdular, deyəsən, Hüseyin demişdik. Soruşdular ki, anketinizə nə artıq yazmışsınız? Yəni, yoxdur yazmışsan sırf şey üçün. Mən toplandıq bence, 12'dən uşaq toplaşdırdılar əlasından əvvəl. Qaldıq, gördüm bir nəfər əlinə qalır, mən də qaldım mənim, dedim, yalan olmasın. Bir dənə orada yürə, xanım sizlər soruşar, o qalmayacaq. Qaldım, gülüm, mən qaldırdım, 5, 6, 7, 8 dənə uşaq qaldırdı özəlini. Sən də o hamısı gəlib yazır, orada gelir. Soruşdular, bəs, niyə eləmişsin falan, belə şey var, nəyə artıq atdın? Dedim, mən yazmışam, bir kitab oxumaqdır, film izləməklə, o baxmıram da, yəni, filmə də baxmıram, kitab da oxumuram, kitab oxumadan, yəni, söhbət romanlardan klasiklərdən gedir, belə xoşum gəlmirlər. Onu soruşdular məndən. Biz dedik, dedilər, uşaqlar belə eləməyik, biz əsasın birinci önəm veririk, əsas 50 dənə sualdır, onlara görə gözmüşük. Amma ona qalıb da, mən imtihandan çıxandan sonra orada anketdə yazdım, əlavələrə yazdım. Əlavələrə yazdım ki, mən meyxana xiridarıyam, meyxana xoş görəm, meyxana söyləyirəm. Yəni, müxtəlif məclislərdə tanımış meyxançıları meyxana demişəm. Yəni, bu ekstra bir özellikdir də, indi hansı oxuyamışam meyxana yıllarsa. Yəni, orada gedəndə bir mənə olaraq 12'də boşananda mən meyxanın adını tutdum. Dedim, meyxana, hətta bunu birazdan deyərəm, narahat deyil, yükdən maraq nəsməsin. Nəysə, yəni, meyxana bayağı bir şey tanıyırlar. Daha da ki, məsələn, inanın çoxuz meyxana maraqsın. Meyxana hal-hazırda ali təhsil adamlar meyxana deyirlər. Yəni, o səviyyə 2000-ci illərdə deyildi, 2025-ci ildir. Mən Beynəlxalq Universitet tələbəsini deyilmək istəyirəm, hamısı meyxana deyənlərdir. Mən də o yazmışım, meyxana dinləməyi xoş bilirəm, meyxana söyləməyi istəyirəm. Bu, elə bildim ki, ekstra bir şey olacaq. Hətta yazdım, məsələn, ətin parfüm edilən məşğulam, ətin alıb satıram, bu da mənim bir ekstra özelliğim. Nəysə, bunları yazdım, amma sualları yaza bilməm. Yəni, 50 dənədən, mən oradan çıxandan sonra uşaqlarla görüşdük. Dedim ki, hətta çıxan kimi telefondan bəzi suallar yanımızda qalan suallara da baxdıq. İçinə səs çıxdı. Məndən təxmini gözlüyüm özümdən 50 sualdan 30 dənəsi düz gələrdi. Çünki orada hər bir yerdən sual düşmüşdü. Riyaziyyat fizika, kimya, ümumi dünya
görüş, kinolar, futbolcular hər şeydən sonra düşmüş. Məsələn, mən futbol qoşlanmışam, futbola da baxmıram. Oğlanlar əksəriyyət baxır, amma məsələn, mən biraz volleybol tərəfdarıyam. Heç volleybol da baxmıram, toz volleybol qoşlanıram da. Ona görə futbolcuları tanımıram. Orada çox ekstra suallar salmışlar. Heç gözləməzdik gitmişik. Salih deməli sizin dolaşır. Çıxmış buna deyək ki, Salih getdi. Hər yol üçlük gəldi buraya. O da elə bizə. Neyse keçdi, bir ay yəni keçdi. Ondan sonra kursdan qayıtdım evə. Sevgili görüb mən yazıb, salam, təbrik edirəm, bəs keçmirsən falan yox. Dedim, keçmişəm, dəhşət, ola bilməsəm, mən dedim, yox, keçmişsən, yazılar da var. Mən ola bilməsəm, mən heç yazamadım, necə keçmişəm, dedim, keçmişsən, dedim, təbrik edirəm. Dedim, mən də sevgilimdən farklıram. Dedim, yoldaydım, evə çatmaya razılanmışdı. Getdim evdəkilər, dedim, hamımız sevgili olsun və əlasıya vəsqə qazanmışam da. Məsələn, oraya gedən insanlar haqqında deyirlər, bizim arzumuz uşaqlıqdan əlasıdır. Mən də elə şey yox edim, mən əlasını 2 ildir falan, 8-ci, 9-cu il. Yəni, belə uşaqlar arzum da oluyor orada işləkər. Amma çox böyük bir hissdə, yəni, ictimai televiziya hazırda televiziyaların ən qabaqlıqdan içi, məncə ictimai televiziya. Ən çox da oradan keyfiyyətli proqramlar keçir. İctimai televiziya görsənəcək, yəni, zaman tanısında İslam. Orada 1 saat işlək edəcəksən, mənə çox möhtəşəm bir şey gəldi, dəhşət bir şeydir. Nəysə, iştirak edəcəyik, mən deyək ki, noyabrın 5-i iştirak edərik. Noyabrın 5-indən sonra nəsə, nədən bağlı, yıldan çıxdı. O ertələdilər, COP29-la bağlı ertələdilər. Biz getdik oraya yanvar ayının 17-si. Yanvar ayının 17-si getdik, iştirak edərik. Veriliş stasyon yanında, Mart'ın 28. Ya siz niyə bunu deyəcəyəm da? Televiziya verilişində hər şey praktisinə olmalıdır. Ona görə əvvəlcədən orada bir gün ərzində 3 dənə, 4 dənə veriliş çəkildilər. Özünü görəcəksən. Getdik yanvar ayının 17-si. Yavaş-yavaş gəldik vericilər çatdığımız günə. Mən getməzdən əvvəl Füzuli dedim bayaq kimi, bilirsən, keçən mövzumun qalibidir. Keçən mövzumun deyən yerdə bizim mövzumuz deyil, 9-cu ölməndə idi. Onu da yayınlanı səhvləmirəmsən. 11 aprel ayının 25-də super final mərhələsi yayınlanacaq və mövzu başa çatacaq da. Keçən mövzusunda da Füzuli əslində 11-ci sinirləyiciydi. Orada finalın qalibisi oldu, ondan sonra super finalda işlədik. Super finalda da qalibi oldu. Ayrıcalıqlar da yəni. Mən getdim Füzulidən məsləhət aldım ki, bəs Füzuli gedəcəyim oraya. Nə məsləhət məsələn, necə olacaq, Allah var, nə olar, nə olmaz, hamısını danışıyam. Mən getdim oxuyla çay istəyir da. Mənə danışdı. Yəni, nə olar, nə olmaz, əslində çox önəmli bir şey bilməm. Sənə deyirəm, necə olar, nədən qarşılayacaqsan, onu bilmək istər-istəməz yaxşıdır. Məsələn, sənə deyirlər, bugün gəlin, bilirsən abi deyirsən, o görüşdə. Orada iş olar çoxu bilmir. Bu görüş təşkil etmiş ki, biraz təəssüratını yaranır. Məsələn, elə bir ki, gedən kimi başlayır oyuna, amma evlərində ki, siz nəzərə alın ki, sizə onda çağırırlarsa, sizin çəkilişi saat 5-də də ola bilər. Siz 5-ə qədər enerjili qalmalısınız, əvvəlcədən üzrdən tapı ki, nəsə aparmalısınız ki, az olmayasınız veriş vaxtına qədər. Biz də onun haqqında soruşuruq, nə yaxşı ki, sən belə veriş kimi danışırsan. Çox danışırsan, yaxşı bir şey oldu, dünyada önəmlidir. Məsələn, tapmalı. Məsələn, mən özüm səy göstərim, dedim ki, Füzuli deyək keçib, gün soruşmadan nə olar, nə olmaz, yaxşı ki, danışdım mənim, yaxşı ki, yəni, bildim də olmaz, nə olmaz. Bizə əvvəl dərs sohbetlər yolda etmək olmaz. Nə olmaz? Yanlış təşəbbüslər. Ak köynəklə getmək olmaz. Nə bir qara köynəklə bir şey getmək olmaz. Sənə deyəcək, bir ümət bilirlər. Ak köynək getmək olmaz, qara köynək getmək olmaz. Köynək xətti olmamalıdır. Köynək üstünə bir adidasından falan heç bir logo olmamalıdır. Çünki reklam edir. Ak köynək nəyə olmaz? Işıqlar da orada ancaq. Hər bir dənə yerdə işıq sənin üstünə deyil. Elə biz bura gedəndə mən çox fərqli qarşıda bir baxırsınız, bura böyük yer kimi görürsən. Doğrudan ora nə oldu? Biz getdik, qara pərdəydi. Yəni, yer, buranın bəlkə 2 qatı qədər yerdir. Oyun üçün isə buradan cəm yer təyin edirlər. Oyun üçün yer, ora auditoriyadır. O tərəf arxa yer də var. Hər yerdən ışıq, o tərəfdən ağlasını verilişir, kollektivi, o tərəfdən hər yerdən bir nəfər baxır. Hətta o alt almışlar belə var, onu bir nəfər yönəltirdirlər. Yəni, orada artıq almış olmasın deyə, o kim almışdır, həmin vaxtda auditoriya almışdır. Çünki nəyə görə? Oradan ağacı verilişin virtual oyundan savayı televiziyaya onlar çalışırlar ki, bəs veriliş versinlər. Önəmli bir şey. Çünki Azərbaycan xalqına çıxmadır. O yüzden hər şey profesyonel olsun deyə orada bir xırda məqam belə orada dayandırırlar, təzən çəkildilər də. Yəni orada əsas çəkiliş idi. Yəni bizim arxalarımızla, sən burada biz idik, mən orada ikimizə qalmışdım. Arxa falan hər yer, auditoriya, qabaq kameralar hər yerdən üzümüzə dənişir dayı. Oradan hər yerdən mən üzümüzə dayı. Səslər falan hamısını yerləşdirdilər. Getməzlər də bizim makyaj edirlər. Dedim, makyaj qanında dedilər, yox, başqa bir şey deyirlər, qızlar verirlər. Nəysə, bəs işıqlar qarşısına almayısın. Parlamasın deyə. Parlamasın deyə. Tabii, əsas verilişdir. Onlar nə lazımdır? Onlar lazımdır ki, biz verilişi çəkərək verək.
başlıyordu. Neyse biz getdik, bize yazmışlar ki saat 2 tamamda orada olmalısınız. Biz de dedik her günden olmaz yol getirdik. Yani buradan belki Bakı 3 saat yoldu. Her ihtimalla karşı bir saat 10 tamamda orada olduk. Getdik 10 tamam Bakı Kristal'a girdik. Biz oturmuştuk, orada oturan yerler vardı ki kafamızda kara böyük perde var. Sen olsun girip görəcəksin. Kara böyük perde vardı. Bir gedəndə İlhan xanım oyun aparırdı orada, səs eşitdik ya. Oyun aparırdı, saat 10 çıxmış sonra. Gözlük saat 2'de oyun başlıyor. Gözlük biraz sürət oldu, uşaqlar var, gəlib danışırıq. Bu biraz asılaşaydı. Saat 2 oldu oyun başlamadı. Saat 3 oldu dedilər, 3'e başladı, 3'e başlamadı. Saat 4 oldu oyun başlamadı. Saat 4 oldu, biraz keçdi. Mənlə gəllər kimdi? Evin müəllimidir, babam idi. Bir də Rahid müəllimidir, Türkistan Kasıqlar müəllimidir. Biz bir yerdə getmişdik. Onları aldılar içəriyə, oyuna baxdılar. Evin necədir? Onlar bir gün ərzində 4 dənə bəlkə oyun çəkirlər də. Saat 10'da başladılar, 12'de başladılar, 4'de başladılar, 6'da başladılar, oyun çəkirlər. Dalbatol çəkirlər. Yəni biz həftədə bizdə görürük ya. Onlar sən də mənə 4 dənə bir ay verişin bir günə çəkirlər. Nəysə erməni bildirdilər, oyuna baxdılar. Bizi apardılar başqa yerə. Oraya gedənlər 12 dənə uşağı yığdılar, apardılar başqa yerə. Demin orada bizə rəhbərlik İlham müəllim edir. Tərvan xanım vardı orada. Bizə hər şeyi başa saldı. Bayaq dediyim o misal çəkdim 12 uşaqsı kim əgər artıq bir şey yazır. Onlar hamısı Tərvan xanımdı, danışırdı bizə. Ağla şeylər deyildi. Deyildi ki, məsələn, orada uşaqlar bir özlərini təqdim edirlər. Hamısını biz orada təqdim edirik Tərvan xanıma ki, qoy eynilik olmasın. Məsələn, biz adam fikirləşir ki, orada cümlə şərtdirsə, adam elə bilir ki, onu hazırlamasına qəzələ gedirsə, amma elə deyil. Orada bir cümləni belə əvvəlcə kollektiv səndir ki, sən bu cümlələri göstərərsən. Öz fikrin olmur. Öz fikrin necə ola bilər? Dirsək mən belə bir şey deyə bilərəm, bir hərfdə girər, ancaq başqa uşaq onu deməsin. Qoy gerisiz təkrar yol verməsinlər. Məsələn, mən orada birinci verişdə deyirəm ki, əvvəlcəsini 10 illiyi münasibətində əvvəlcələri təbrik edirəm. Amma məndən başqa bir uşaq işlətmədim, o sadəcə mən işlətdim. Yəni, onu da orada nizamlayırlar. 12 dənə uşaq hamısı nizamlar. Nəsə danışdıq orada, hər şey tamam. Ondan sonra bəzi şeylər dedilər ki, məsələn, direktorunuza salam, direktorunuza təşəkkür edər, bilmək, məsələn, direktorlarınız bilməyə görə, çünki sizi direktor sınıfına gətirməyib, siz əgər özünüz əvvəlcə olsaydınız, üç olan şahid olsaydınız, burada ola bilirsiniz. Direktorun da rolu var, yəni siz bütün ümumiyyətlərinizi direktora yönləndirməyiniz. Sonra dedilər ki, salam verəndə nə bilim, ananıza, atanıza salam verməyin, nəyə görə? Çünki veriliş yayınlandığı vaxtı sən ananla, atanla birlikdə baxacaqsan, nə demişəm? Sən ananla, atanla baxacaqsan, sənə yəni absurd çıxar, sən anada bir sanatlıqda, sən anayla birlikdə baxacaqsan. Dedilər ki, məsələn, əskəridə olan qardaşımızlar, oğlumuz olasaydı, orada salam verə bilərsiniz. Yəni, onlara hamısını biz bir dəfə əvvəlcədən öyrətdilər bizə. Mən sənə tövsiyə verəm bina. Deməli, oraya gedən kimi sən çalış ki, sən deyilən, birinci dostluq özünə. Çünki sən orada bir 5 saat, 6 saat, bəlkə də 7 saat gözləyəcəksən. Sənin orada uşaqla dostlaşmaların çox müsbətdir. Orada birinci uşaq var idi, Yusuf Göykünə gelmişdi. O da mənə kimi biraz aktiv uşaqdır. Adətən təhsil edən uşaqlar robot kimi olurlar. Yəni, onun üçün dərs edirlər. Cəmiyyət ilə danışa bilmirlər. Məsələn, mən gəldim, bir rahat danışıram. Heç də əzərləməmişəm, kitabdan oxuyuram. Sənə almışdıyım. Adətən oxuyan uşaqlarda o danışıq qabiliyyəti biraz zəifdir. Çünki ancaq oxuyurlar və cəmiyyətində çox vaxt keçirlər. Məsələn, mən indi əvvəlsi şagird kimi qarşısındayım. Ancaq hər axşam çevrilir. Hər axşam gedir çevrilir, damla oxuyur. Hamuru yəni tövsiyə elədim. Danışıq, çox danışıq. Yəni, əslində bunun da bir yolu var. Damla tutmuyor. Yəni, gelin insan yaxın dostlarınızla gidin çayxana çay içsin. Bu yaxşı bir şeydir. Çünki o da olmalıdır. Məsələn, mən 10-cu sinifdə, məsələn, mən 8-ci sinifdə çox oxuyordum. 9-cu da müstəqdən oxuyordum, bəlkə də 10-cu sinif qoyub, mən yerdə... Yaxşı da o çəkmədi. Sizə tövsiyə edirəm oxuyun. Nəyə görə? Çünki sınavda 270-80, 290, axırıncı oldu ekranın sınavda 297-10 oluyor. 9-cu sınıf buraxmışda? 9-cu sınıf 277-10 Özləm, bizdə ikinci olaydı ya, vaxt-vaxtdan çəkir. Birinci olaraq da çəkir. Yəni, sən təbərzəkarlığından bunu deyirsən ki, bunu çox da özü oxumaşım, çox əziyyət çəkmişim, amma onlar desin ki, düzgün oxuyursan. Biz də heç uşaqların çox oxuyunu təmin eləmirik ki, düzgün qaydada oxuyun. Biz demirik, gecələr yatmayın, səhərə qədər oxuyun, heç bir istirahət eləməyin, yemək yeməyin. Düzgün formada oxumaq, sizin digər məşğuliyyətlərlə məşğul olmağa vaxtınızı saxlayın. Əgər sən bu dəfə oxumamısansa, deməli, həqiqətən də ayrısın. Mən də necə nizamladım. Mən zaten 250 sığırım da, heç bir şey yoxdur da. Mən 11-ci sinifdə bir dəfə də yazarlarım oxusam, 300 olacaq. Ona görə mən bu özümə hiç sıxmadım.
dərs də oxumaq lazımdır, uşaqlar səhifəyə də getmək lazımdır. Mən hansını seçərəm, uşaqlar səhifəyə gedim. Nəyə görə? Bu uşaqlarla vaxt keçirmək uşaqlığını daha dəyərləndirir. Bu illər də gəlməyəcək. Sizə də onu tövsiyə edirəm ki, siz nə qədər uşaqsınız, uşağınızı daha düzgün gelişdirməkdədir. Uşaqlardan getməli, bir dəfə oynayın, telefonla məşğul olun, eləyin bunları. Bunlar olmasa əgər, sadəcə dərsdən heç sinirli olmur. Uşaqlarla məşğul olmaq istəyi, onların vaxt keçirməsi çox normal istəyir uşaqlar. Biz də bir ki, sosiallaşaq, hətta bir ki, qonşu kəndin məşqlərini tanıyın. İndi sizin də uğurlarınız olanda, yəqin ki, bir müəllimimizi dəvət edəcək, biz də gedib bu məşqlərə çıxış edəcək. Bu sizin sosiallaşmanız, qarşılaması yaşıdır. Amma kənddə başqa yerlərin olmamasına görə məcburən sərhanatın seçilməsi onun bir tərəfdən də məzuniyyət qarşısına qoyur. Yəni, əgər başqa yerlər olsa, uşaqlar geçsin, bir yerdə vaxt keçsinlər, o yəqin buna gəlir deyirlər. Amma kənddə karaoke yoxsa və ya başqa bir klub yoxsa, başqa bir yerlər yoxsa, məcburən bunu seçsin. Çayxanı biz abartır dedim. Yəni, çayxana əslində biraz mentalitetdə yaxşı qarşılanmır. Zaten dayılar, əmlər olurlar, o da tanırlar. Amma çayxana deyəndə yana nəzər tuturam. Gedin futbol oynayırlar, stadionda gedin futbol oynayır uşaqlarla. Nə bilim, gedin başqa bir yerdə, onlara gedin oyun oynayır falan. Belə aktivitlər olsun da, şam atı oynayır. Belə şeylərə məşğul. Daha çox dərslər oxumaqdansa, bu yaşınızda onlara bir üstünlüyü verir. Yəni, yoxsa ancaq oxuyulmayı, yox. Məsələn, uşaqlar çağırırlar ki, biz hamılara getmək istəyirik istəyicə. Sən yox, mənim dərsim var, gəlmirəm, saat 2-də mənim hazırlığım var, hazırlıqda olmalıyam. Gedin hamılara istirahat edin. Yəni, ancaq o dərsin bir getməniz heç nə olmaz. Amma o da olmalı. O olmazsa geriyə qalarsınız. Məsələn, orada uşaqlar var, fikrini ifadə edə bildir. Məsələn, olsa da qız. O qız qalmış öğrencine, aparıcı ondan soruşurdu, babanızla vaxt istəyirsiniz? Bəli. Gedəsiz verirsiniz, xeyr, belə hansı cavab verirdi. Amma robotlaşmışdır da. Hətta orada axırda aparıcı alimdən gəldiyi qədər ona sual soruşur, babanızı nerede verirsiniz? Normalda qız uşağı nerede oynamırsa? Bəli, belə. Yəni, heç nə deyə bilmirdi. O aktiv o açmışmaq yaxşıdır. Yala xanım da orada bir saat 6-da başladı verilmişdir. Yorulmuşdur da, mən hər dəfə gedib vermiş qutarandan sonra sən gedir əynə dəyişir, qoy təkrar olmasın da. Şimdi gəlir, yorulmuşdu artıq, sözün əsr arasında yorulmuşdu. Uşaqlar danışırdı. Mən də söhbət edəndə baxımı sizə verəcək, bir ki, yüksəkdə nə qədər enerji yayırsan falan filan, mənim gəldim də alam. Nəsə qayıtdıq, sənə, orada Yusuf idi, sonra xanlar idi, uşaqlar Yusuf idi, oradakı olan xanlardır falan. Biz onlardan oğlan qrubu olaraq ancaq söhbət edik. Biraz asılacaq, çünki nəyə görə? Hamı, xanlar gəlib Bərdədən, Yusuf gəlib Qayıqdan falan, yəni hamı yol gəlirlər, hamı da iş dəfəli iştirak edir, hamı həyəcanlıdır. Ona biz çalışdığımız qədər söhbət edirik ki, bu rahat olay. Hətta zarafatlar da edirik. Adətən məsələn, o indi uşağına zarafat deyirsən, o indi dostuna zarafat deyərsən, biz bugün tanıdığın uşağına zarafat deyərsən, yəni aktiv olmaq üçün da biz onları elədik, o həqiqətən bizə müsbət təsir göstərdi. Çünki o həqiqətən güclü nəyə baxdamadı, o da xanım gəldi, güclü xanım. O çox önemli bir şey. Ondan sonra nə oldu? Deməli, oyun başladı, söhbət elədik. Mən burada çaşmadım hətta, 12 dənədə. Oyun getdi falan, hər şey elədi. Bu 12 sual soruşurlar, universitetin və sonra canlı bölümünə deyilir. Qabağınızda, elə xanım şeyinə, qabağında belə bir kürsü olur. Burada kürsünün içində sabitlənmiş planşet var. Planşetlər, klaviatura aslında QWERTY olur, məsələn, QWERTY olur. Orada elə deyil. Orada A, B, C, Ç, D, E, A, P, G, R, I, I, J kırgılımını uyuqırdı, sıçırdı bu beləydi də. O klaviatura da sən alışmamısan testləri yazmağa. Ona görə orada tabletlər keçirilir abi. Sən orada qabağında söz olur, ilk cavab vermək üçün. Orada getdim, ancaq yazdım. Mən özüm də deyə bilmədim. Üçüncü yeri tutdum orada cavab verməklə. Get oradakı klaviatura əzbərlə. Məsələn, kəlməz yazmaq istəyən, tığırı sonra ərnəfə sonra dur harada da yox. Mən elə bu klaviaturanın üstünə əlifba sırasıyla başlayıb hərfləri yazsa, məsələn, bəlkə nədənsə, onunla məşğul edə bilər. Bəli. Yəni, parmaqlı tutaraq, sən hərfdən ardıcılığı belə deyil, ABC ardıcılığı. Bəli, yəni o şey, 1, 2, 3, 4 yoxsa rahatsızdır. 1, 2, 3, 4, qabağında 3 dənə var, onu daha tanıdım. Amma çox çətindir. Onu mən füzuli də danışdım, amma oraya geçmiş də qarşılaşdırırsan. Sən bilsən nə ilə? Sənə deyərəm konsertə masrafədir. Sadəcə bir 3 sütunudur, ardında yığızı idi. Qanunlar isə sabit edir, 15 nəfər, birdən 15 nəfər, 16-dan 30 nəfər, bir 31-32. Bu hərfləri əzbərlər. Evə getdilər, kağıt alıb açmayan, A, B, C, Ç, D, əzbərlər yerlərə öyrən. Məsələn, özün üçün Murad sözünü yazın, M, U, R, A. Məsələn, telefona baxdasından M, U, R, A-dır. Birdən çox əzbər versən çünki. Onu bilmirsən, 2 dəfə qarşılaşırsan. O yüzden tabirdə mən düşüm 4-cü yerə, Sübhümranda düşüm 3-cü yerə. Amma andaki orada uşaqlar, məsələn, çalışırdı, çatdı, o yüzden, o götürün
deməli, çalışdığımız da əzbərlədik. Hətta məsələn, orada soruşur su hövzəsi, rəqəmlərlə verirəm. Qrafdan baxan, məsələn, telefondan baxan, oradakı sözü axtarmağa çalışırdı. Məsələn, D hərfi 3-dədir, D, N, İzi. Biz buna baxan kimi su hövzəsi, 5 hərfi toy dəniz. Tapmırsan, burada ekrən dəniz sözü deyə. Baxdın, dəniz toy yazırsan. 10 uşaqlar orada görür. Orada fikirləşməli bir şey yoxdur, sadəcə yazmalıdır. Adam elə orada görürsən, bax, buruz bir soru atmışlar. Sonra belə baxdın, hətta orada attığım soru da çıxmışdı. Onu da bizə demişlər ki... Atılıq qarşımızı yaxşıymış, bunu da öyrəndik. Orada şeydir, bizə hətta Qayvar xanım dedi ki, nəsə bir atsaz düz çıxsa, qətiyyən demişiz atdım. Yəni deyirsiniz ki, nə bir sosial medyada görmüşdüm, hansısa nə bir kitabda görmüşdüm, yarına bir şey deyil ki, boy attım nədə, yəni demək edəmizdir. Öyle attım demək olmaz, ben bir yer sonra atmışdım orada, düz çıxdı. Tanışım zaten aparmadı. Amma bəzən elə olur ki, məsələn 12 nəfərdən 2 nəfərin sadəcə şey yanır və aparıcı, məsələn Yasin'dən söhbət aparır hal-hazırda da. Səndən danışır ki, o Yasin heç kəs bilmədi, sən bildin, hardan bilirsən? Yasin desə ki, attım bir yanıcıdır deyildə yəni. Yasin deyəcək ki, məsələn o gün Instagramda da bunu post çıxdı, orada gördüm, ay nə yaxşı ki çıxdı qalama, amma biraz yanından danışacaq orada, veriliş naminə də. Yəni orada attım söhbət falan yoxdur, onlara dedim. Orada klaviatür adı, yəni bilirəm, bəzən danışırlar deyirlər, onların əvvəli 12 bölümdən sonra fasilə verirlər, su da verirlər ki, bəs həyəcan yapsın. O qutarandan sonra yerləri birinci nizamlı yollanmasını, uzal atmışsınız, devam edir. Tabii bilmiyorum, atıyorum, ben iki anı bilgisi olmuş. Hissesi şeklinde olursa... Orada deyəsən 2-3 dənə şəkildə olur, 2 dənə. Bəli, orada olur, məsələn, bu tam geçirməyəndə, ama o 60 olmuşlar ya, desə gəlir, haradaysa, mən desə hansı fikirdə görürəm, bilmirəm, qaçıq zor. Bunlar bizim uşaqlar da heç görmüyor. Bəli, o məsələn, Hollywood'un şeyi aktörüdür, ama mən tanımıyorum. Aklım düşür, bəxtim də gətirdi. Amma zaten onu bilməsəydim, keçirdim, o da var. Ondan sonra fasilə verirlər, keçirdim altılığa, sənə əvvəldən tarz verirlər, Hüseyin Kazım, yer 5, 1-2 yer aktarlar, Hüseyin Kazım, Hüseyin Kazım yazılır, kalırsan üstə. Ondan sonra altılıqdan sonra bir uşaqlar seçim eləyəndə aparıcı sual verir, soruşur, kimlə gəlmişsən, nə xoşlayırsan, öyrənən olmaq istəyirsən və suallar soruşur. Nəyə görə? Denişməm yox. Bunu həqiqətən uşağın açılışması üçün deyil. Uşaq üçün birinci mənbədə deyil. Birinci mən başlayalım suallara cavab verməyə, problem sualamışdır, ürək bakıyor. Mən işə cavab verə bilərəm. Aparıcı birində söhbət edir səndən. 2 dəqiqəlik söhbət edir səndən. O biz özünə rahatda sonra deyir, Hüseyin, super, söhbət nəzərlədir. Hansı mövzu seçərsən, onda heç rahat insan hazırlayacaq suallara cavab verirsən. Yoxsa taxtı var da olsa adam həyatlanır. Buna görə hər dəfə biraz söhbət edir. Özə mən ona fikir verdim. Birinci oyuncuyla 2 dəqiqə söhbət edir, ikinci oyuncu 3 dəqiqə söhbət edir. Mən də 10 dəqiqə söhbət edir. 10 dəqiqə söhbət edir. Biz orada biraz izahatlaşdıq hətta İlhan xanımla. İlhan xanım hətta o qədər qəzəli münasibət qurdu. Instagramda qollaşdı. İlaç haqqında təkəm. İlhan xanımla tanışdıq. Kemal Qulaq o gün story paylaşmışdı ki, bəsində İlhan haqqında. Daha tanıştırsın İlhan xanım. Tanıştırsın. Gelin mənim abim verəsək desə bir şey. Hüseyin abisi oxuyacaq. Hüseyin tanrı danışıq, bizim rahatlasın. Dedim İlhan xanım, bəs gözlü işi bana gələk sanatlar, mən səslər atım, o stereotipada da şey. Amma sonra, yəni, biz tezə aradık İlhan xanım. Gəl. Götürür sanki. O 6 dönemden sonra Azerbaycan'ı seçtim. Azerbaycan'da 5 nəticə göstərdim bizdə. O saçma orada bir yana şolda çaşdı. Ona deyək kimi fokus etdim. Böyle dedim deyə artıq o sal sanmışlar. İkincisi mən düzü 4-cü seçməliyim baxdım. O 4-cü seçməli rol çox böyükdə. Məndə qalmışdı coğrafya, radyolar və musiqi. Aldım ki, məsələn, birini seçəyim, fizikasını buraxıb deyərdim ya. Bu 3 dənə qalıb məndə. Məsələn, ikinci danışıqda sən danışığa var. İkinci vaxt geçsin deyə suallar başlayır. Hamıda danışmaq ikinci oyun başlayanda. Mən qalıb coğrafya, radyolar, musiqi. Mən dedim, nə seçimdə? Dedim, musiqi seçdim. Nə görə musiqi seçməyim? Məktəbdə musiqi oxumamışam da. Məndən soracaq ki, filan operasyon bir şey mən bilmərəm. Ona görə yəni musiqi qoydum kənara. Qaldım nağıl coğrafya. Mən coğrafya ilə məşğul olmuşam 7-ci sinifdə. Onda da coğrafyanı oxuyordum. Ölkələrin yerini, bayrağını, harada yerləşdiyini, onlar bilirdim. Elə dedim, oradan düşünür, oradan heç də düşmər. Mən coğrafya seçdim. Nəysə, qaldım nağıl yoxsa coğrafya. Mən dedim, nağıllardan öndən nağıl bilirəm, Nəlürcəkdən bilirəm. Məcmuəli nağılı falan. 4-5 dənə saytan barmadan bu da nağıl bilirəm də. Orada ekstra bir nağıl soruşar. Mən 5 dənə çox cavab elədim mən. Dedim, nağıl da qoyaq kənara, coğrafya.
Rüysen dersinse coğrafya başladı. Ayrı bakın böylesine. Pas. Bana öyle hamısı pas diyor. Ben çok bir kere bir misal gelsin de. Dedim coğrafya oradaymış. Ben 729 coğrafya değil. Tam başka sorular veriyorum. Neyse ama bəxtim gətirildi orada şeydi. Bir dənə fizikadan çıxar gəldi. Onu pas-paslasının daxildə atmosfer təzyiqlərdə 7 kilometr cürəsi. O fizikada da vardı ha. O fizikada da vardı. Mən bəxtim gətirildi orada. Ondan sonra mən 12-dən 1-ci verdim. Coğrafya 3 dənə sual verdim. Ama nağıl seçsəydim bir 7 dənə seçkiler verdim. Musiki seçsəydim orada yoxsalı sorular çox idi deyə bəlkə də 10 dənə verərdim. Orada səhv elədim. Seçtim onu. Ondan sonra oyun qutarandan sonra mən 15 dənə seçdim. Ondan sonra qız Zibərli o musiqini seçdi. O 7 dənə Hamısa cavab verməyəm, düzün deməm. Çünki 20 saniyədə 15 çatdı. Baxım verirlər, mən çox həyəcanlı deyə. Səfərdə baxanlar da elə şeydir. Deyir, bu 15 dənə bilir. Sonra 20 saniyəsi qalmışaq. Bu 20 saniyə bir dənə sual bilmədim. Sual soruşurdu, dünya sənə, dünya mənim kimindir? Deyir, Niyaməddin Nəsimi, çaşdı, o da həyəcanlandı. Niyaməddin Musayev desən deyirsən, amma bu gün də o deyil. Niyaməddin Musayev desən, o gün qızda çox adamı qızmış. 15-15 idi. Bu qız çaşdı, bilmədi. 15-15 qaldı, sonra getdik Tayyip'də. Tayyip'də 2 nəfər birlik iştirak edirik. Orada maçda var, bir A2, bir 3-4 dənə biləcəkdir. Orada da taktika təyin işləyəcək. Bax, bu taktika çox önemlidir. Qulaq asın, hərəkətlərdə. Mənim oyunumda birinci baxasan, o da İlhanın özü deyil. Hüseyindən sizə təyin tutuşlar edərdi. Taktika nə idi? Bir A2, bir 3-4 də belə alanlık yoxdur. O zivər nə ilə? Bir neft, içində də məsələn nə yazılmış? Mayedə tapdı, neft maye. Bir Ç vurdu, sonra baxdı 2'ye. Tamlıq yatan, 2'ye D vurdu verəmsin. Bir Ç, 2 D verədi. Mən eləmədim. Qaldım, baxdım ona. Dedim, neft, Ç, 4 tane ağacım var. Benim çıbı adı. Belə dedim. Ben ondan tıkladım. O ikinci sualdaydı, ben 4 tane tutardım. Orada İlhan anladım. Belki imkan olsa var edildi. O çok önemli bir şey. Yani ilk işlik kaybediyor alsan. O hepten çok önemli ya. Onun sayesinde geçtiği bir yana. Çünkü ben zaten evden İslam'da anaya demiştim ki ana, ben o ikinci tur, birinci tur var, birinci 12'den sonra. Onu ketsem galiba. Birinci tur. Çünkü en çəkiliği bu 12'den sonra. Çünkü 12'den sonra da ne gələr bilmirsən, elə bir sual gələr, sən bilmirsən 11'den uşaq hamısı bilir. Və elə bir sual gələr, sən bilirsən 11'den heç bir bilir. O da biraz şans məsələsidir. Burada en büyük şans bir birinci turda deyər. Sən məsələn orada kəsilsən, sonra çıxırsın oradan. Bax, sənə söhbət tapar burada. Sadəcə nə olur? 15 saniyə bir 5 dəqiqə televizyonu görsərsən, heç kəsə səni tanımır da, sallasın yerdən çıxırsın. Mən ona yoldan qorxurdum, bu 12-likdə keçim, ondan sonrası axar. Çünki ikinci round sırf sənin özündən asılıdır və ikinci round tutursan və sən zəifin uzunsan. Çünki o sırf səndən asılı çıxır. Çünki bəxt teması yoxdur. Orada gəl özün biləsən. Üçüncü roundda məndə bu cəhdlik var. Ümumiyyətlə biz keçən il keçən biyologiyadan arası biyologi yarışı geçirmişdik. Mənim telefonumda var. Mən sizə göstərməmişim, göstərirsin. Aşıq mənim arası yarışı geçirmişdi. Biz orada seçdik, nə bilim, birinci bakteri yönəşikliyə, ötün toxumda, çıpatorunu, tələbə özü seçildik. Sonra mənim kapatlarım suala soruşurdu. Və orada da ortaya gəlmişdi. Yəni orada süvət vardı mənim. Ona görə də finalda rahat idi. Hətta finalda da böyük günüm. 6-2-1 idi. Sual soruşur oradan, evimiz sözü ismin, sual gəlmək basın. Çünki ismin nəyə olardı, halı olardı. Evimiz. Aklımız aldı oldu. Yani orada daha geldi. Final mərhələsi zaten finala çıxsan əgər, ya da şükür Allah'a. Çünki orada finala iştirak etmək çox böyük bir şeydir. Amma dağlıqda qalib çıxmaq. Mən heç gözləmirdim bunu da populyarlaşdan. Sosial şəbəkələrdə hamımız bir yerdə paylaşdık. Gitmə imtihanımız mərkələndə. Ağlasının çoxdur. Ondan sonra qutarlı da məsələ qalıb da İndi suallarınızı, Ünal sən də soruşa bilərsən. Hansı isə sənin maraqlı? Əslən çox qəşəng danışdın, çox belə enerjili. Oradakı dediyi var, sözünə də təkrar edirəm ki, pozitiv enerjində yaydın bura çox sağ ol. Və əsas axşam sözləriniz oxuduğun ki, faydalı ardıcılığı Q-W artı deyil. Bu standartlar fərqlidir, ABC ardıcılığındandır. Sonra cavabları baxıb sonra birbaşa əylədir. Yəni bir texnika səni vaziyyə edə bilər. Bir heç fark edir. Və bunu danışacaq qədər geniş ürəkli olduğuna görə çox sağ ol. Çünki onlar üçün kimsə qalib olsa, amma bunu paylaşmaq istəməsin. Amma əsl şahid belə olar ki, öz həmyerisi üçün uğuru davam edir. Nə maraqlı uşaqlar sizə? Daha nə soruşaq gəlir əlasıdan? Bir də biraz danışım, yanıma gəlməmişəm. Çünki bir amma heç danışmamışdım. Nəysə, baba ilə gələndə mən bilməli bir şey danışım.
Baba ilə gələndə maşında mənim müəllim rayonun baba idi. Sadəcə ucundayım. O ülkəyə tutsa 5 manat verir, 5 manat var sənin. 5 manat çox sağ ol, Allah razı olsun. Gelir nəsə, yazı tutardı. Baxasız orada, onu kəsirlər də çox iyi. Çünki bizim veriş bir uzun olduğunu, o da 1 saat olur. Bizdə 1 saat 9 dəqiqə, bəlkə o ayı kəsirlər. Nəysə, oyun tutardı, baba güvənin arxandadır. Bir görüm, o bir altdan 5 göstərir, mənim 5 göstərir. Baxdım, başa düşmədim. Sonra Rahib mənim arxanda düşdü, 5 manat. Hə, 5 manat şeydir, orada oyun tutarından sonra arkaya baxırsan bütün auditörü alqışlayırlar. Çünki oyun gedə-gedə auditörü sizin kimi məktəbli uşaqlardır, bilmirdilər də nə olacaq, nə olmayacaq. Yəni avtomatik bu maçı 3 dənə uşaqdan biri öz gözünə qoyur, amir yazacaq, biri yoxuşu yazacaq. Onlar da bir yarış gedir, sizin özündə bağlıca. Hə, nəysə mənə dəstəkləyənlər də var, heç mən özüm də bilmiyorum, sən də bu uşaq mənə dəstəkləymişlər. Bu oyun getdi, mən də arxadan rayon 5 manat. Aparıcıda İlhan xanım oyun tutarından sonra, qaribdən soruşur ki, nə hiss edirsən, yəni necə keçir, üzvüstləri necə ölüşkünən. Mən dedim ki, İlhan xanım, oyunmuşam, yaxşıdır. Ancaq baba deyib 5 manatım var, 5 manatla sanmışam, ona sevinir, bir baxıyım. Bütün ağılda ürəyə getdim, o da gitmədi, finaldan özü də gitdi. Hey, burasından mühümdən, dedim ki, ancaq 5 göstərir, orada babası baba 5 göstərir, mən deyirəm 5 manat. Nəysə, ondan sonra ki, söhbəti kəsirlər. Hətta ondan sonra soruşdu, babasına işlə məşğuldur, falan böyle yumur istəyib falan, mən belə şeylər məşğuldur. Ondan sonra oradan düşdük 2-3 dənə aşağıya, baxıra baxır, yapamısına baxır, orada aşağıya. Şeyh, mən səni nağılda seçməyi gözləyirdim. Mən də özümdən nağıllar gözləyirdim, necə oxumağından cavab çıxdı. Özüm də bilmirəm, necə cavab edirdim. Mən şimdi səbət edir. Sonra çıxandan sonra ki, alası bu məlimdədir, çıxdı baxı Krisola. Uşaqlar bir qrup uşaqlar gəlmişdir, sənə şeyi çəkir, sənə dəstəkdir, onlar bir şeyi çəkir. Gedir hətta baba edir, baba şeydir, etibarım onlar sizinlə bənzərləşdirir. Gedirdən, məsələn, bağlılar çəkir, yəni qız qrupları, olan qruplar gəlir, onun şeyi çəkirlər. Sən də inşallah uğraşın, sən də o hissi yaşayırsan. Çox möhtəşəm bir hissi. Adətən o 6 sal bir qalı var, 5-də sən onu seçdin, onu düz tapdın. Kim amatörü almışdır, arkaya bakırsan mesela güzel bir 40 metre insan almıştır, çok möhtəşəm bir hissdir. İndi sizdən xahiş edirəm ki, nə sualınız keçir, nə ürəyinizdə almışsınız məndən. Çünki qaranlıq şey qalmasında, yol gəlmiş istəyirəm. Nə varsa çalışın, nə qədər fürsətli yerində. Soruş, nə qədər fürsətli? Kamera arkasında bəzi çəkilişlər var. Məsələn, bizdə baxanda televizorda reklamlarımız var. Onda siz də yaşadınız, nə olur? Oradan bizdə yaxşıdır. Onun dilində birinci round tutandan sonra 15-20-ci ara verirlər. Nə bilim, ayaqlarına gedə bilərsən, marketkən biraz asılışkən, biraz kəsirlər, su verirlər, su içkən. Reklam arası orada canlı gelmir. Canlı yerdə atır reklam arasında dəstəkləyirlər. Bizə məsələn, birinci turda 15 reklam verirlər, ikinci turda 5. Deyirlər ki, oyun qudratı başlayır, bu da ikinci turda atırlar. Televizorda bir arkasında reklam göstərirlər, birinci turdan sonra. İkinci reklam çünki 2-3 reklam verirlər. O reklamda da telefon içində baba gibilərdir. Geçmiş bölümü ona zəng edilib, cavab da verəmədim, çünki vaxt yoxdur. Nəysə, biraz su aldı, sonra arxadan yenə uzatdım müəllimə suyu. Gözəl edir, heç yemək. Sadəcə daha gözəliyim, haç olmayasın. Buyurun. O da həyatan, zamanın həyatan. Bir sual belə vura bilmirsin həyatan. Özü sayı zamanın deyilən kanunu. Özümüz sayı zamanın sonra, mən əslində çox həyəcandan bir deyiləm. Elə ona görə dedim ki, bu həyəcan olmaması üçün birinci həyəcan. Çünki cəmiyyət içində olanda həyəcan olmur. Mən də bunu gedə-gedə dedim ki, məndə həyəcan olmur. Mən çünki TikTok'da da məşğulam. Mən 6 il TikTok'dayam. 2019-cu ildə TikTok'dayam. Səhifəmdə Hüseyin Axtarat yazmam geri baxa bilərsin. Bəzi şeylər edirəm. Hətta Meyxana səhifəsində işlədirdim. 32 min orada oğlum vardı. 1 milyon izləyən vardı. Səhifə işlədirdim. Hətta o səhifəndə işlədir satırdım da. Yəni o işlər məşğul vardı. Ona görə mən özümdən qram da həyəcan gözləmirdim. Dedim, məsələn, həyəcan olar, belə şey yoxdur. Amma getdik, ona düşdük, o kürsünün qabağına keçdik. İstəməz istər həyəcan gəlir. Çünki həyəcan gəldi, böyle farklıdır. Orada neyim, biraz saçma. Sən gelin də, necə qarda, mənim də övünəm insanlar, neyim? Biraz da böyle deyəm, nəysə, onunla danışdım. Sonra Rüfətdən İkram o yanındaydı, danışdı, onun yanındaydı. Rüfətdən İkramda meyxanasıdır. Ben meyxanı ıslaklıdır. Güzel bir kadar, sen daha geçin adamlar, ne kadar tanıştırdı. Yani tanışma, sırf konservi, həyəcan öldürmək üçün sırf tanışma. O dedim ki, dostlar tanış. Mesela ben bu dostlar tanışmaya olsa da həyəcan bana öldürmək için oluyor. Sen yerinde başım, ömürüm həyəcanlarını geçeyim. Sen niye həyəcanlamasın? Yani biraz, ben de sana biraz bir orada bir etik kaldırmadı. Bunu diyebilirim o istediğe. Ancaq danışın.
İnşallah sana da tutacağım. İnşallah siz de işler edersiniz. Onu da bana bilmiyorum içerisiniz. İşte bu verişin hansı hissəsi bir yerdə mərkəzdəysə, gəlir özü həmin Ben coğrafya hissesi. Ben Ben diyafram hissesi. özündə oturub bir yerdə sənə verilir deyə nəfəs alır. Ben coğrafya hissesini Bir də böyle tanışırsan, öyrənirsən. Hocam hissesini koyar. Deyik ki, bir daha göndərəcəm uşaqlar müəllimə qrupuna, bir daha göndəriləcək baxarsınız. Yorumlar böyle değil. Siz de alsın da. Hə, bu dəfə siz danışanda o deyir. Buna baxmaq Buna bak daha. Birinci Azerbaycan'ı gösteriyor. Şurada değil mesela ne yapıyor? Coğrafya. Azerbaycan birinci bakın. Sokakınıza bakın. Görün ki nasıl biliyor. Ondan sonra coğrafyanı görürsünüz. Neyse bu da. Şagirdimiz Hüseyin Kazımoğlu. Hoş geldiniz Hüseyin. Hoş geldin. Kimle gelmişsiniz? Babam mektep direktörümüz de memnun. Hoş geldinler. Babanız hakkında biraz bize danışın. Babam sanatkar kişiydi, onu çok seviyorum. Nece kişi dediniz? Sanatkar. Senetkar kişi. Kişi var mı? Babası da demiş senetkar kişi. Babam aslında çok çalışma olarak hayatta o kadar danışamam, beni hiç tutamam. En sevdiğiniz hususiyet babanızda. Babam çok yani sözünü tutmuş. Yani dediğini yiyecek, 100%. Alnına koyduğu yani onu 100% eder. Kötü kişilerden. Ben Adı ne babanızın? Eğitibar. Eğitibar Bey, hoş geldiniz. Eğitibar. Hoş geldiniz Eğitibar Bey. Her şeyi ona itibar ediyorsunuz. 100%. Her şeyi. 100%. Respect size. Özünü söyleyeceğim. Soruşurum buradan. Eğitibar nedir? Her şeyi itibar ediyorsunuz herhalde. Ben yani. Ama sen şimdi benim ederseniz. Çok sağ olun. Çok hoşum geldim. Hüseyin'imize hoşum geldim. Ve sizin bu derecede rahat olmanızdan, rahatsız, samimisiz, çok bravo. Çok sağ olun. Allah razı olsun. Ben size bir şey diyeyim, ben bizim gençleri çok seviyorum. Azerbaycan gençleri ve çalışma mezunları destek olun. Ama bak biz akıllıdırlar, mədənidirlər, oxuyurlar, hər şey yaxşıdır. Ama bəzən öz fikirlərini deməkdə falan biraz çəkinirlər. Sanki bu da evlərdə, cəmiyyət ahmiyeti olmaz. Ama siz elə rahatsınız, elə sərbəstsiz, bravo. Evet. Biz de sizi çok seviyoruz. Necə? Biz de sizi çok seviyoruz. Çok sağ olun, teşekkürler. Siz abartı olmuyorsunuz. Güzel şekilde bizdeki böyle eğlenceli görüşler yapıyorum. Peki ama nasıl bir şey seçeceksiniz? Sen bildiğim aklımda teşekkür Onu bir kere aktarmış olmasınız? Ben Gerçekten de şimdiki bir izleme işleyesiniz. olabilir. Yine de yok. Peki de İslam'da size vereceğim. En başında, ha? Peki, Hüseyin Kazımov indi mövzunu seçecek. Aslında neden istedim Azerbaycan olsun. Azerbaycan dili seçtiniz, 45 saniyeniz oldu var size. Bilemem böyle başlanmış orada nüans oldu peş ardından o günde size. Hemen biz oraya gittik. Monitörler orada toplaşmışız, söhbət ediyoruz arasında. Ama o deyir ki, kendi kurursan, sen kartlar tutuyorsun, böyle sonra gelir. Bir de soruşuyor ki, kimle kendi kuruldu? Bir nefer gidip 3. gruba, kalan hamısı 4. grup. 11 tane uşaq 4. grupdur, biyoloji, fizik, kimya yazlaşıb. Yani 3. grupda o Yusuf. Yusuf da birinci oyundan çıxdı. Biz 6 nəfər qaldı, onlar hamısı 3. grupdur da. Yani 4. grupda nə deyək, həkim, 4. grupda bakıyan var, neyse. Okuyan uşaq həyatında həkim istəyir. Öyle birinci uşaq da həkim, ikinci uşaq da həkim, üçüncü uşaq da həkim. Mən də yarışım həkim olmaq istəyirəm. İlaxana məsələn minlərlə uşaq gördük, davamlı həkim olur. Mən dedim, bəlkə davamlı bir şey var, dedim, peşə yox falan. Burada bir də söhbət geçsin. Dedim, onda bəlkə aparıcı mənim, fizik, vəziyyət falan götürək. Geçənki qrupumun orada qalib olma şansı oldu. Yəni sualan aslında Hamısı bərabər. Məsələn, sən qrupsan 4.
Dörd olmaq onun avantajıdır. Çünki dördüncü blok 6 təmindir, digər blok 5 təmindir. Avtomatik, məsələn, dördüncü blokda biyologiya falan hər bir sırada alır ya. Orada daha ekstra şeyler gelir. Zaten oradaki fənlərin də, kimyadır, fizikadır, biyologiyadır, dördüncü fənlərin üçü var. Ama ədəbiyyat fənləri düşək bilməyir. O da dezavantajdır. Dördüncü formayı daha yaxşıdır, ya da başqa yazılır. O klasda. Efendim, bir de gerçekten onu getirsin de ya ayrı bir şey Hazır hissəsi əşyanın miqdarını bildirir. Düzdür. İki qrammatik əsas olunan cümlə necə cümlə sayılır? Mürəkkəb. Düzdür. Hangi alet sözündə neçə uzun saat var? 2. Düzdür. Qarşıdakı sözü sadə söndürüb düzəltmə. Düzəltmə. Düzdür. Söz üzərindəki şəkilçilərin digəri nədir? Eksik. Düzdür. İniş sözü hansı hissəsidir? Zət. Düzdür. Yazılmış əsərin birləşməsində meyli hansı qrammatik bölümündədir? Məcbuldur. Düzdür. Ağını itirmə birləşməsində itirmə sözü hansı mənada işlənməkdir? Məcazi. Düzdür. O zaman sözü hansı hissəsində düzəlir? Sifət. Düzdür. Bütünlük ilgisi hansı hissəsində yaranır? Sifət. Xeyr, rəsmiysən, şəxsi cümlələrin xəbəri necə şəkildə olur? Düzdür. Yuqarı sözündə qrupu necə qalır? 2. Düzdür. Həmçə sözlər arasında hansı sintaktik əlavə? Tabii siz yaradınız. Düzdür. Sizin 12 qalır cavabınız oldu. Necə nəticə? Babanız sevilir. Bütün olmalar sevilir. Mesela buna televizyonda yok, YouTube'da bakmalı sesler. Neye göre? Çünkü sualı verimde stop edirəm, əvvəl öz yersədə özümüzü deyirəm, sonra baxıram ki, düz sıxlıyorsa səsidir. Beləliklə özümü o işdə istəyə bilərəm, yox deyə bilərəm ki, mən olmasam səsində düzgün zat verəm. Yəni ki, siz də belə ediyorsunuz, və də biraz hangi verilişlərə baxmışsın, yoxsa çoxuna baxmışsın, hə? Yani 10 deyildim sana, bu 2 tane yapışlarının əsas konusuna üçüncüsü oldu ki, ancaq bax. Ancaq olsun nəyə görə? Hafta o sorular çoxdur, təkrar sorular çoxdur. Məsələn, bir dənə sualı bir verilişdə verirsə, əgər ikincisində verməyəsin, nə edə bilər, üçüncüdə edə bilər. Orada çünki üstü suallarda bir ayrılırlar, onları rastlayı qarşıdırlar. Elə bir sual ola bilər ki, bilmirsən, məsələn, harika məsələn, mən hər iki hansı baxırdım, çünki artıq bilgim orada yoxdur, mən özümə dördürdüm. Bilmirəm deyə, orada öyle da ayrı suallar var. Yəni, onu bir boy tarixlaşmışaq bir də. Böyle mənim də bilməyim çünki vacibdir. Bilməyim yaxşı deyil, vacibdir. Çünki o fransızdır. 12-dən sonra devam etsə əgər, mən bilmirəm, ümumillər fransızlar bir yapısıdır. Böyle çalışdığım qədər bax, çünki hafta sorular çox təkrar edir. İndiki 9-lar gəlir. Gələn yılın olacaq olar bir dəfə. Mən 2-9-lar sizə ona görə yapmışım ki, gələn il sizdə işmək gəlmə şanslı olacaq. Həm 9-lar sonu, həm onlar. Onlar üçün bu il geçmişdir. Qalib olunsun, gələn il isə sizə görürsünüz. 9-lardan kim var? Birinci olan sonra imtihan. Birinci imtihan 19'da gedir.